Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli Texniki və Təbiət Fənləri Təmayüllü liseyin 10-cu sinif şagirdi Bahadırlı Mətin Qəhrəmanoğlu Respublika Fən Olimpiadalarında növbəti uğuruna imza atıb. O, tarix fənni üzrə keçirilən olimpiyadada ikinci yerə layiq görülərək gümüş medal qazanıb. Qeyd edək ki, Mətin Bahadırlı 2025-ci ildə keçirilən Respublika Fən Olimpiadalarında da eyni nəticə göstərərək gümüş medal əldə etmişdi. Beləliklə, o, ardıcıl 2 il minlərlə şagird arasından fərqlənərək ikinci yerə yüksəlməyi bacarıb ki, bu da böyük zəhmətin və istedadın göstəricisidir. Uğurlu şagird özü də qazandığı nailiyyətlə bağlı fikirlərini bölüşüb. Mətin bildirib ki, ibtidai siniflərdən tarix fənninə böyük marağı olub. Kiçik yaşlarımdan tarixə xüsusi maraq göstərmişəm. Bu maraq illər keçdikcə daha da artıb və bu gün də böyük həvəslə öyrənməyə davam edirəm. O, gələcək planlarından da danışaraq qeyd edib ki, böyüyəndə tarix sahəsində də daha inkişaf etmək, bu istiqamətdə uğurlarını davam etdirmək və ölkəsinə faydalı bir mütəxəssis olmaq istəyir. Gənc istedadın bu uğuru müəllimləri və valideynləri tərəfindən böyük sevinç hissi ilə qarşılanıb. Onlar Mətinin gələcəkdə daha böyük nailiyyətlər qazanacağına inandıqlarını bildiriblər. Olimpiyalarda ilk dəfə 8-ci sinifdə iştirak etmişdim. Həmin il final keçə bilməmişdim, uğur ala bilməmişdim. Lakin sonraki il 9-cu sinifdə daha da üzərimdə işlədim və gümüş medala layiq görüldüm. Bu il 2026-cı ildə təkrar olimpiyada iştirak etdim və gümüş medala təkrar layiq görüldüm. Bu yolda mənə kömək olan bütün müəllimlərə, dəstək olan valideynlərə təşəkkürümü bildirirəm. Həmçinin öz məktəb yoldaşlarıma və sinif yoldaşlarıma da, yəni olimpiyada iştirak etməyi tövsiyə görürəm. Yəni bu təhsil olaraq böyük bir uğurdur. Gələcəkdə də dövlət idarəsində iştirak etmək istəyirəm. İki dənə gümüş medal qazanmışam. Yəni bu təkrar məndə bir böyük sevinc yaratdı. Çünki minlərlə şagird arasında orada iştirak etmək, yəni özü böyük bir uğurdur. Hər bir şagirdə uğurlar arzulayıram. Mətinin uğuru bir daha sübut edir ki, regionlarda təhsil sahəsində ciddi inkişaf gedir və istedadlı şagirdlər öz bilik və bacarıqları ilə ölkə səviyyəsində yüksək nəticələr əldə edirlər. Bu cür nailiyyətlər həm məktəbin, həm də bütövlükdə region təhsilinin uğur hekayəsinə çevrilir. Elvin Qudratov, Səmil Şahlaroğlu, Bugün informasiya proqramı üçün.